Ne kadar terbiyesiz kadınların sayı artık. Yazıklar o cavanlar. Hiç ne görmürler. Terbiyesizlikten başka hiç ne görmürler. Bayram çıkıp büyük kadınlar. Başanıp gedibler. Avrımız hayamız gelir. Kemal Güneşli'ni həbs etmək lazımdır. Jurnalistin təklifidir. Amma bilmirəm niyə, nə üçün həbs etmək lazımdır. Əgər həbs etmək lazımdırsa, Kemal Güneşli'ni yox, şeir yazarını, mətn yazarını həbs etmək lazımdır ki, bunu yazmışam, mətni bu qadın oxuyur. Bildiyimə görə sözü də, musiqini də eyni adam yazıb. Yəni eyni adamdır müəllif. Əslində elə eyni adam cavabdehdir. Həm musiqiyə görə, həm sözə, mətnə görə. Düşünürəm elə Kemal Güneşlinin məncə yox. Mən bəzən yenə də deyirəm, düşünürəm ki, söz yazarları daha çox cəzalanmalıdır. Reytinqə görə nə gəldi, hansı ifadələr gəldi, işlədirlər, mətni otuzdururlar, mətn də musiqiyə otuzdurulur. Belə də Kemal Güneşli və digərləri, Kemalə xanım kimlər, Kemalə kimlər, reytinqə görə, paraya, pula görə oxuyurlar, ifa edirlər səhnədə, harda. Üzümü bəzi müğənnilərə tuturam, deyirəm, əzizlərim, pula görə, pul həmişə var, pul əl çəkidir. Pula görə azından insanın bir ləyaqəti var, insanın bir qüruru var, insanın bir mənliyi var. İnsan bu qədər təhqir olunur, insan bu qədər söyülür, insan bu qədər nələrə məruz qalır. Etməyin, azından sözə fikir verin. Sözü belə, sözü aşağı salmayın, sözü yuxarı qaldırın. Qoy insanlar sizi alqışlasın. Bu qədər söyülmək, bu qədər təhqir olunmaq olmaz. Bilmirəm, Kemal Güneşlinin həbs olunması nə qədər düzdür. Azından söz yazarını dəvət etmək lazımdır, demək lazımdır. Ay kişi, qulağını tutub vurmaq lazımdır. Ay kişi, bu nə sözdür yazmışsan? Düzdür, Kemalə xanım da, Kemal Güneşli də. Çoxları yazılı köhnə Güneşli, yeni Güneşli. Bu hecaları böləndə biraz düz bölərdiniz ki, bu eybəcər bir mahnı yaranmayaydı, dünyaya gəlməyəydi.